Amerikalı iş adamı Elon Musk sərvəti 500 milyard dollara çatan ilk insan olub. Forbes jurnalının məlumatına görə Bakı vaxtı ilə 2 oktyabr saat 00:15-də Tesla və SpaceX şirkətlərinin rəhbəri, ExoStar şəbəkəsi və Neuralink neyrotexnoloji şirkətinin sahibinin sərvəti 500,5 milyard dollara artıb. Bu artım onun Amerika Birləşmiş Ştatları hökumətindən ayrılıb biznesinə daha çox diqqət yetirməsindən əlaqələndirilir. Elon Musk hazırda milyarderlər siyahısında birinci yerdədir. Ondan sonra ən varlı texnologiya liderləri belə sıralanır. Larry Ellison, Oracle şirkətinin direktorlar şurasının sədri, sərvəti 351,6 milyard dollar. Mark Zuckerberg, Metanın həm təsisçisi, sərvəti 246,1 milyard dollar. Jeff Bezos, Amazonun təsisçisi, sərvəti 233,2 milyard dollar. Larry Page, Google'un həm təsisçisi, sərvəti 204,6 milyard dollar. Qeyd edək ki, əvvəlki rekord da Elon Musk'a məxsus idi. O, keçən ilin dekabrında sərvəti 400 milyard dolları keçən ilk insan olmuşdu.